yoxdur. Nə azaltmaq, nə artırmaq olmaz. Ona görə də İslam dini, haqq dini odur ki, İslamda artırmaq, azaltmaq olmaz deməlidir. Bunu da həmin misal üçün deyəndə ki, artırmaq. Misal üçün, Zahir bəy, yaslar 90-cı illərdə deyəndə ki, 7 saxlamaq olmaz, 40 saxlamaq olmaz, il saxlamaq olmaz, yaslarda ehsan vermək olmaz. Sən deyirlər ki, vahabisən. Amma bugün Allah şükür ki, ölkəmizdə də ağıllı insan başa düşüb ki, həqiqətən bunlar hamısı dində də yoxdur, yalandır, səhvdir və ehsan, İslam dinində var ki, ailəsi vəfat edibsə, biz ona yaxşılıq eləməliyik, biz ona ehsan verməliyik, maddi dəstək olmalıyıq, mənəvi dəstək olmalıyıq. Amma bugün bir insanın ailəsində yas düşür, bilmir ki, maddi, banka borca girir. Bilmir, maddi yoxsa mənəvi. Türkiyə nümunəsi var ki, dünyasını dəyişən, ailəsindən kimsə dünyasını dəyişibsə, qonşular o evə yeməyi pişirib aparırlar, yemək verirlər, halva pişirirlər. Yəni qonşular eləyir, ətraf insanlar eləyir. Yəni bu hədisə amma bizdə tərsi nədir ki, banka girir, bir məclis açır ki, ortada bir dənə araq əski idi. Bəli, bunu 90-cı illər deyən deyirlər ki, vahabisən. Bunu deyirlər, deyən kimi deyirlər vahabisən. Həmin bu şeylər ki, parçanı